Salam dəyərli şagirdlər. Bu gün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. 11-ci sinif Azərbaycan dil suallarını sürətli bir şəkildə izah edəcəm. Yəni rahat yoxlayasınız. Amma hansısa sualla bağlı ətraflı izah istəsəz, videonun şərh bölməsində yazarsınız, oradan cavablandıracağam. Birinci sualda hansı nömrədə qoşma işlənməmişdir? Birbaşa cavabı deyim. D variantına diqqət eləsək, orada yəni bağlayıcıdır. Cavab D variantı. Məsələn, digər variantlara biraz sürətli baxaq. Məsələn, A variantında 3-ün qoşması var. B'də göz yaşımla ilə, sirdaşımla, yəni ilə qoşması var burada. Amma cavab deyil, yəni variantında yoxdur. 32-ci sualda iftixarla sözündə T-dıya çevriləcək, la da nan formasında olacağına görə ümumiyyətlə asanlardan başlayaq. Ahəng qanunu pozulmamışdır. Burada pozulub, yəni A-la I, qalan incə saytlar 5 səhvdir. Sözdə 3 kar samit işlənmişdir. T-dıya çevrildiyinə görə orada X samiti, bir də F samiti. Bunlar yəni kardır. 2 dənədir. 5, 6, bir də 1. 3 dənə fərqli məqam var. T-dı, L-nı, bir dənə də N gəldi. İftixarla. 1, 5, 6. Y variantı. 33-də ağ göyərsin ifadəsində ikinci tərəfin sözlə əvəz etdik. Ağ yalan. Yalan artanda məcazi olur. D variantı. 34-də silagizm soruşur. Orada diqqətlə baxsaq, D variantı daha uyğun gəlir. Yəni, sözün formasını dəyişir, ismin hal şəkilçiləri. Çünki orada yazmışdı ki, qrammatik şəkilçilər sözün formasını dəyişir. 35-də o cümlədən bağlayıcısını qoya bilərik burada. Y variantı. Həm cümlə üzvlərini, həm də cümlələri bağlayır. Məsələn, sürətli bir şəkildə deyək. Tutaq ki, Murad, nə bilim, Nazim o cümlədən filan kəs dərsdədir. Burada cümlə üzvləridir. Bir də var, dostum dərsini oxudu, o cümlədən mən ondan tapşırığı da soruşdum. Məsələn, belə bir şey yazsaq, 2 dənə cümlənin arasında olar. Mən maksimum sürətli şəkildə deyirəm. 36-cıda zərfin hansı məna növünə aid nümunə daha çoxdur? Burada tərz hərəkət daha çox olacaq. Mehribancasına, təşvişlə, bir də ruhən. 3 dənədir. O biləndə 2 dənə və daha aşağıdır. 37-də ehtiyatla hərəkət edirdilər. Burada Y variantı olacaq. Hərəkət isminə aiddir. Hərəkət etmək bir yerdə feil olur. 38-də A variantı. Manı artıracaq, qoruyacaq, qorumayacaq. Yəni, ma burada A-sı qapalıya çevrilir, acağın da Q'sı X-ya çevrilir. Hər ikisi dəyişir şəkilçilərin. 39-da hüsnxət sözündə D variantında Ü, ikinci Ü artıqdır orada. 40-cı sualda 15-ci mürəkkəb sözlər leksik şəkilçi artırsaq da yenə mürəkkəbdir. B variantı 15-ci. Sonra keçək mətninə. Yəqin ki, mətni şagirdlər diqqətlə oxuyur. Burada plan başlığı ola bilməz. Azərbaycan muğamlarının tarixi inkişaf yolu. Bu var. 4-cü amma ola bilər. Çünki orada onun həyatını göstərdi ki, həyatında nələr baş verib və açdığı musiqi mağazası var idi. 2, 4. Bir də muğamların klassik musiqi ilə oxşarlığı. Məsəl üçün, orada diqqət eləsək, dahi Alman bəstəkarı ilə bizim muğamların oxşarlığı var idi. 2, 4, 6. 43-də əvvəlində rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdi. Bir dənə baxaq. Birinci cümlədə notları buradan almaq olardı. Yəni mağazadan 1. Bir də 3-cü cümlədə mən Azərbaycan muğamı Bayatı İsfahanı ifa edirdim. Burada etmək eləmək olduğuna görə 1, 3 götürə bilərik D variantı. 44-cü sualda burada yanlışı soruşur. Birincidə yalnız musiqi alətdən satışı ilə məşğul olmuşdu. Bu yanlışdır. Mətndə diqqətlə baxmışsa bir səhvdir. Bir də yazıb ki, onun musiqi tənqidi yanaşdığını göstərirdi. Xeyr, musiqi tənqidi yanaşmırdı. Sadəcə səhv anlamışdı. 1, 4 B variantı. 45-də o bənzətmə oxşarlığı götürsək daha yaxşı olar. 3, 4. Oxşayır, bənzəyir. Sonra 46-da Friedrich Beckerə görə problem o idi ki, o düşünürdü ki, dahi Alman bəstəkarının belə deyim də, musiqilərini təhrif eləyir. Bizim, orada iştirak edən insan. Amma problemin həll yolu o idi ki, həmin oğlan, digər bir muğamda da ifa elədi və ətraflı ona izah elədi ki, orada izah elədiyi cümlələrdən seçib yazmaq olar. İzah elədi ki, bu əslində bir-birini oxşuyur, amma bizim muğamdır. 47-də danışan şəxs, xarakteri xüsusiyyəti, məsələn, səbirli idi, aqressiv deyildi. Friedrich Beckerin suallarına aqressiv cavab vermədi. Savadlı bir şəkildə ona cavab verdi. Səbirli, təmkinli yazmaq olar. Friedrich Becker də, öz belə deyim də, xarakteri xüsusiyyət olaraq belə götürə bilərik ki, məsələn, öz dəyərlərinə, öz belə deyim də, bəstəkarlarının əsərlərinə daha həssas yanaşır. Həssasdır. Belə deyim də, musiqiyə həssasdır.
Yəni orada bir növ etiraz elədi. Yəni dedi ki, nəyə görə bu musiqini təhrif edirsən? Yəni təəssübkeş kimi götürə bilərik onu. 48-də tünd rəngə verilmiş sözlərin mənası burada dolanmaq sözü, yəni keçinmək mənasında, ailəsindən dolanmaq, keçinmək mənasında. Təhrif etmək də nəyisə dəyişmək, yəni əsl olan bir həqiqəti başqa bir şeylə dəyişmək, təhrif etmək. Yerinə görə bir sıra mənalar verə bilər. Yəni muğamı təhrif etmək, yəni onu olduğu kimi ifa etməmək, dəyişmək. Aha, bunu dedik. Sonra burada 49-cu sualda müddəa. Müddəa yaza bilərik ki, burada fakt yazıb ki, Friedrich Becker bu əsərləri qarışdırır. Belə bir müddəa yazmaq olar ki, məntiq olaraq ki, məsələn, Azərbaycan muğamı haqqında yanlış, tam məlumatı yox idi. Ona görə muğamları qarışdırır. Sonra, yəni fakt olaraq yazıb ki, muğamı Bayatı İsfahan muğamını, yəni öz musiqiləri ilə əsərləri ilə qarışdırır. Yaza bilərik ki, Azərbaycan muğamı haqqında tam da məlumatı yox idi. Növbəti bir fakt da odur ki, digər bir muğamı, belə deyim, bax, dəqiq göstərim sizə, bircə saniyə. Burada yazmışdı ki, Bayatı Şirazda çalanda o necə belə maraqla qulaq asırdı. Yəqin ki, məlumatı yox idi. Bunu yazmaq olar. 50-ci sualda tanımadığını inkar etmək cahillikdir, öyrənib qəbul etmək müdriklik. O, bunun kişi ilə bağlı, yəni Friedrichlə bağlı yazmaq olar ki, o, yəni əvvəlcə bilmirdi, yəni Azərbaycan muğamı haqqında məlumatı yox idi, amma bunu səmimi şəkildə qəbul elədi və dedi ki, bu mənim üçün yenilik oldu. Yəni bilmirdim, yenilik oldu. Bu da onun müdrikliyini göstərir. Yəni özünü təmizə çıxartmadı da, belə deyək. Səmimi şəkildə etiraf elədi. Bunu yazmaq olar. Mən biraz sürətli şəkildə dedim. Yəqin ki, orada ətraflı yazmısınız. Keçək ikinci mətnə. İkinci mətndə də 51-ci suala baxaq. Burada test imtahanları yalnız ali məktəbə qəbul üçün yox, orada bir sıra şeylər də var idi. Bir dəqiqə. Buradan göstərim sizə. Bax, ali məktəblərə qəbulda dövlət qulluğunda peşə seçimində geniş yayılmağa başladı. Sonra bir də saniyə suala baxın. 5. Test imtahanı əsas məqsədi yaradıcı və tənqidi düşüncə. Əksinə, orada yaradıcı düşüncənin bir növ qarşısını alırdı. 3-5, amma 4 doğru idi, yəni hər kəs üçün bərabər imkandır. 3-5, bir də baxaq, test imtahanlarının yaranması fərdi təhsilin inkişafı ilə bağlı idi. Bu yanlışdır. 2 doğrudur. Ona görə də 1-3-5 daha məntiqli olar. 52-ci sualda deyir, təhsildə obyektiv qiymətləndirmə eyni şərtlərin təmin olunmasını tələb edir. Test imtahanları bütün iştirakçılar üçün eyni sual və qiymətləndirmə mexanizmi yaradır. O zaman yaza bilərik ki, obyektiv qiymətləndirməyə xidmət edir. Bu daha məntiqlidir, C variantı. 53-də deyir ki, şagirdlər imtahan zamanı mövzunu dərk etməkdən çox düzgün variantı seçmək üstünlüyü verirlər. Bunu hansı abzası artırıb genişləndirmək olar? 1, 2, 3, 4-cü abzasda yazıb ki, bilikdən daha çox yaddaşı, məntiqdən daha çox variant seçmə bacarığını ön plana çıxarır. Şagird burada düzgün cavabı tapmaq üzərində fokuslanır. 4-cü abzas daha məntiqlidir. Yəni D variantı. Mətndə bu suala cavab yoxdur. Test imtahanı ilk dəfə hansı ölkələrdə tətbiq olunmuşdu? İlk dəfə bircə saniyə baxaq. Avropa və Amerikada, yəni bu ölkələrdə, Avropa ölkələrində. Yaranmasına hansı ictimai ehtiyac səbəb olmuşdu? İlk standart test əsasında hansı bacarıqları, test imtahanı psixoloji təsiri hansı yaş dövründə daha güclü olur? Hansı yaş dövründə daha güclü olur? Bir dənə baxaq. Burada yaş dövrü ilə bağlı bir şey yox idi, səhv etmirəmsə. Bəli, yaş dövrü ilə bağlı bir şey yoxdur. Sadəcə ümumi məlumatlar var şagirdlərlə bağlı. Bunu götürə bilərik. Mətndə yox idi. Aha. D variantını yazdıq. Yəni 54-də D. 55-də mətnin nəticə və əsas hissəsini əlaqələndirmək olar. Bir dənə baxaq. Əsasın son cümləsini oxuyaq bir dənə. Yazıb ki, test sistemi açıq sualları, layihə əsaslı qiymətləndirmə, şifahi müsahibə və praktik tapşırıqların tamamlandıqda həm obyektivlik qorunur, həm də insan faktoruna yer verilir. Nəticə olaraq demək olar ki, test imtahanı nə mütləq xilas yoldur, nə də təhsilin əsas problemi. İndi buradan baxaq. Deməli, yox, buna görə də test imtahanının düzgün tətbiqi. Buna görə də test imtahanının düzgün tətbiqi əsas şərt kimi irəli sürülür. Bunu yazsaq, məncə daha məntiqli olar. Obyektivlik qorunur, insan faktoruna da yer verilir. Deməli, burada yaza bilərik ki, buna görə də test imtahanının düzgün tətbiqi əsas şərt kimi irəli sürülür. D variantı daha məntiqlidir.
56 səbəb. Test imtahanlarında eyni suallar və eyni qiymətləndirmə mexanizmi tətbiq olunur. Nəticə olaraq burada yazıb. Yəni hər kəsin bərabər imkan olur da. Yəni eyni suallar, eyni vaxt hər kəs üçün belə deyim də eyni imkan yaradır və kənar təsirlərin qabağını alır. Yəni hər kəs öz bilik bacarığını nümayiş etdirə bilir. Zəngin və yaxud da kasıb olmasından asılı olmayaraq. Yəni sosial ədalət kimi. Bunu ətraflı yaza bilərsiniz. Nəticə, daha çevik və standart ölçmə mexanizmi kimi test üsuluna ehtiyac yarandı. Yuxarıda yazmışdı, birinci abzasda idi, səhv etmirəmsə. Yazmışdı ki, daha doğrusu ikinci abzasının əvvəlində idi. Yəni, kütləvi təhsilə keçid fərdi qiymətləndirməni çətinləşdirmişdi. Ona görə. 57-də yaza bilərik ki, məsələn, test imtahanı müsbət mənfi tərəfləri, plan bəndi kimi ilk dəfə harada yaranıb və yaxud da yəni insanlara əsas faydası necə olub, yəni onun belə deyim də, insanların həyatındakı rolu, çünki sosial bərabərliyi təmin edir. Bu tipli plan bəndləri yaza bilərsiniz. 58-də tünd rənglə verilmiş, bir də buna da baxaq, bircə saniyə, eyni suallar, tənqidi düşüncə. Xilas yolu, yəni imtahanın xilas yolu olması. Bir də var ki, yolu həqiqi mənada işlətsək, mən tutaq ki, nə bilim, Bakıdan Qobayacan, məsələn də, yəni tutaq ki, 160 km məsafə var və yaxud da 170 km, yəni belə bir şey yazmaq olar, yəni yol olaraq. Həqiqi mənada işlədib. 59-da test imtahanının üstünlükləri, test imtahanının çatışmayan cəhətləri. Üstünlüyü odur ki, hər kəsə bərabər imkan yaradır. Yəni, hər kəs öz bacarığını göstərə bilir. Çatışmayan cəhəti də məntiqi düşüncədən daha çox, yəni variant atmaq, bir növ yaddaşa, belə deyim də, yönəlik bir imtahandır. Yenə deyirəm, burası maksimum sürətdə deyirəm. Siz orada yəqin ki, ətraflı yazmısınız. 60-da da burada diqqət eləsək, birincini seçmək, yəni yalnız bir hökm deyirsə, birincini seçmək daha məntiqidir. Çünki sosial ədalətdən bayaqdan danışırıq. Yəni, hər kəs eyni vaxtda imtahana girir, eyni şərtlərlə yazır və eyni formada da yoxlanılır. Yəni, birincini yazıb daha doğru cavabı seçmiş olarsınız. Hansısa bir sualla bağlı ətraflı izah istəsəz, şərh bölməsinə yazarsınız. Diqqətinizə görə təşəkkür edirəm. Əgər video faydalı oldusa, kanala abunə olmağı unutmayın. İnşallah növbəti sınaqların da videosunu bu şəkildə, sürətli bir şəkildə yerləşdirəcəm. Çox sağ olun.